أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا أنفقوا من طيبات ما كسبتم أنفقوا من طيبات ما كسبتم ومما أخرجنا لكم من الأرض ولا تيمموا الخبيث منه تنفقون ولستم بآخذيه إلا أن تغمضوا فيه واعلموا أن الله غني حميد. الشيطان يعدكم الفقر ويأمركم بالفحشاء والله يعدكم مغفرة منه وفضلا والله واسع عليم. الشيطان يعدكم الفقر ويأمركم بالفحشاء والله يعدكم مغفرة منه وفضلا والله واسع عليم. يؤتي الحكمة من يشاء ومن يؤت الحكمة فقد أوتي خيرا كثيرا وما يذكر إلا أولي الألباب وما يذكر إلا أولو الألباب. وما أنفقتم من نفس
شفقة أو نذرتم من نذر فإن الله يعلمه وما للظالمين من أنصار وما للظالمين من أنصار صدق الله العلي العظيم. Kur'an'ı götür. Mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nehmeduhu ve neşkuruh. Nestağfiruhu ve nesta'inuh. نتوكل عليه ونتوسل إليه الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا والشفيعنا ومولانا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وآل محمد وثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأرضين ولان الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Ya Allah, mövzumuz münacat idi. Münacat, Allahla həmsöhbət olmaq, Allahla danışmaq. İnşallah bu cümə, bu mövzunu bitirirəm. Gələn cümədən Allah nəsib eləsə, yeni mövzu başlayaram, danışaram. Daha bu cümə, bu mövzu yekunlaşır Allahın lütf inayəti ilə. Yaxşı mövzu idi, ümid edirəm qulaq assız dinlədiniz, həyatınıza təsirli, lazımlı mövzulardan biridir. Hamımıza aiddir. Münacat eləmək, Allahla nəcva eləmək, bir növ Allahla həmsöhbət olmaq, dərdləşmək, danışmaq. Bu mövzulara toxunduq və dedik ki, münacatın özəyi, epicentri, mərkəzi zikirdir. O nöqtə, belə deyək, nöqtə zikr eləməkdir. İnsan münacat niyə edir? Onu zikr eləsin. Zikr nədir? Yəni onu xatırlamaq. Burada bir sual yaranır. O da budur ki, niyə bu qədər bizə deyirlər Allah xatırlayın? Yəni, bu qədər nəyə lazım? Hətta deyirlər, məsələn, ibadət Allah xatırlamaq, hara baxırsan Allah xatırla, yatanda Allah xatırla. Bu qədər Allah xatırla ki, bizə deyiblər. Hə? Niyə deyiblər? Niyə bu qədər onu yad eləmək tövsiyə olunur? Bir piləgəyim qabağa əmr olunub. Namaz Allah'a yad eləməkdir. Bizə əmr eləyib Allah Teala ki, məni unutma, məni unutma. Yəni, belə bir qüdrətin sahibinin nə ehtiyacı var mənə, adi bir şəxsə? Yəni, bir yerə yetişib ki, məsələ ki, mənə deyir ki, məni unutma, əmr eləyirəm özü sənə, məni unutma. Əlbəttə, cavab netdir, bəllidir ki, onun mənə ehtiyacı yoxdur. Razısınız da yəni ki, yəni mən onu xatırlasam nə olacaq, xatırlamasam nə olacaq? Bir nəfər görsən, bir nəfərə deyir, sənə deyir, mənim ehtiyacım yoxdur. Sən məni unutmusan, heç də unut da gözüm aydın. Neyinirəm ki, səni mən? Belə bir gözləntim yox idi, deyir, belə bir istəyim yox idi, belə bir səndən xahişim yox idi ki, məni unutmusan, kişi məni unutdu və unut da deyir. Misal, Allahın da onun xatırlanmasına ehtiyacı yoxdur. Biz onu unutsaq, nəsə də ona bir ziyan gəlməz, zərər gəlməz, xələl gəlməz. Məsələ başqadır. Məsələ bizlə bağlıdır. Mənim qardaşlarım və bacılarım, diqqətlə qulaq asın, məsələ bizlə bağlıdır. Və niyə onu unutmamalıyıq, daim xatırlamalıyıq? Bir neçə cəhətdən cavab verə bilərək, mən birini deyirəm sizə. Cavab budur ki, çünki sən bir insan olaraq, əgər kamala yetişmək istəyirsənsə, kamal sənin zirvən, pikin, pik nöqtən. Kamala yetişmək istəyirsənsə, təkamül eləmək arzusundasansa,
Bu yolu hərəkət eləmək istəyirsənsə, fikrindəsənsə, bu yolun, indi adını suluş qoyursunuz, yol qoyursunuz, nə bilim, nə istəyirsiniz deyin. Bu yolun məqsədi, hədəfi, qayəsi odur. O yaradandır, Allahdır. Yaxşı, sən bu qədər çapa eləyirsən, çalışırsan, nə üçün? Ona çatasan, ona qovuşasan, bir ali bir varlığa çevriləsən. Məqsəd odur da. Yəni, bir insan olaraq özümü araşdırsam, görərəm ki, Allahdan başqa özümü nəyə deyişsəm uduzmuşam. Nə olursa olsun. Yəni, sən elə bir varlıqsan ki, Allahdan başqa sənin nə versələr az veriblər. Cavab budur, konkret budur. Allahdan başqa nəyi əldə eləsən uduzdun. Ziyandasan, sən özün xəbəri yoxdur. Ona görə Quran cavabı qəşəngdir. İnnəl insana ləfi xusur. Xusur yəni ziyan elədin. Sərmayəvi xəriclədin, amma azaldın. Aldatdılar səni bazarda. Çox təəssüf olsun. Aldatdılar səni. Ömrünü aldılar, fanini verdilər. Belə. Deməli, bu yolun məqsədi, qayəsi, hədəfi odur. O. Yaxşı. Amma çox təəssüflə deyirəm, çox zamanlar insanın hədəfi, məqsədi o olur, start verəndə bir işə. Yaxşı. İlk əvvəl belə olur, start verəndə bir nöqtəyə, niyə start verirsən? Ona çatmaq üçün, ona yetişmək üçün. Və bunun üçün də vasitələr axtarmağa başlayırsan. Mən necə gem çatım ona? İnancla yaşayan insanlara aid ələl xüsus, imanla yaşayanlara. Mən necə gem çatım ona? Vasitələr axtarırsan. Bunun üçün başdan müəyyən peşələrə yiyələnməyə, hər hansı bir sahəyə qədəm qoyursan, karyera qurursan və daxil olsan işin içinə. Get-gedə nə baş verir? Get-gedə o işin içində itib batırsan. Niyə? Çünki hədəfi unudursan. Hərdən maşını sürürsən, bir yerə gedirsən, bir də ayılırsan, yadından çıxır hara getməksən, amma sürürsən. Bir saatdan sonra ayılırsan ki, görürsən, sürürsən, bir də ayılırsan ki, getdiyin yerə yox, başqa yolla gelirsən, başqa yerə gelirsən. Sürürdün ki, bir yerə çatasan, sürməyi içində o qədər qərq oldun ki, indi sürürsən. Amma hara gəlsən, onu yaddan çıxartmısan. İnsan da bir işə qədəm qoyur, bir karyeranı qurur, əvvəl vasitə eləyir ki, ona çatsın, ona yetişsin, müəyyən peşəyə də yiyələnir, o niyyət edir, onu niyyət edir. Ortalarda get-gedə hədəf unudulur, qayə yaddan çıxır. Həmən sahə, karyera onun məqsədinə çevrilməyə başlayır. Maraqlıdır ya, vasitə olur məqsədin. Niyə? Çünki hədəf bitirmirsən. Yiyələndiyin peşə, vəzifə artıq sənin qayəndir. Nəinki qayəndir, artıq bütündür. Demirəm, heç nə eləmirsən, nəsə edirsən. Çünki hədəfi itirmirsən, ali hədəfi. Yerində hərəkət edirsən. Nəsə edirsən, amma inkişaf yoxdur. Hərəkətdəsən, irəli getmirsən. Maşını xodlamısan, mühərrik xodlanıb. Amma maşın qabağa getmir, elə yerində xodlanır. İnsanın daxilində olan mühərrik xodlanıb, amma yerindədir. Neçə illərdir yerində hərəkət edir. Qabağa getməyi yoxdur. Yerimdə addımlayıram. Adamın xoşuna gəlməyən sözdür, amma bəzi vaxtlar dirənəndə bir nöqtə deyir, vallahi elə yerimdə hərəkət edirəm. Bəzi vaxt kibri icazə vermir, təkəbbürü, egosu imkan vermir bu sözü desin. Amma bir də görsən, daha bir sən deyir, bu da yəni yerimdə hərəkət edirəm. Nəyə aldadım mən sizi? Yaxşı, səni aldadım, özümü necə aldadım? Adam özünü aldada bilmir də. Özünə necə aldatsın insan? Atasını aldadar, anasını aldadar, dostunu aldadar, qardaşını. Vicdanı necə aldatacaqsan ki? Adam vicdanı necə aldatsın? Yaxşı. Niyə gəlir belə olur? Niyə gəlir belə olur? İnsan bir peşəyə, bir karyerə, vəsilə kimi, vasitə kimi, bir yol kimi baxırdı. İndi olub hədəf, məqsəd, qayə. Niyə belə oldu? Niyə? Cavab budur. Get-gedə o işin içində, o peşənin içində o qədər tərif eşidirsən, lazımsız şişirilmiş təriflər. Belə deyək, o qədər likelar, o qədər əhsənlər və. Bir tərəfdən də, digər tərəfdən də heyvani həzlər, bağışlayın bu ifadəyə görə. Heyvani həzlər, ali həzləri, cismani ləzzətlər, ruhani ləzzətləri üstələyib, praktik tərəfi budur.
O tərəfi də budur. Nəticə etibarı ilə vəsilə, vasitə, yol olub məqsəd, bir pillədə önə getsəm olub bütün. Bütünə çevrilib. Qərq olub qalmısan, deyir. Ona görə daim mənə deyirlər, onu zikr elə ki, hədəf yaddan çıxmasın. Başa düşürsən? Yatanda da onu xatırla, yat ki, yuxun da ona çatmağa bir yol olsun. Yeməyi yeyəndə də, dostlarla görüşəndə də. Onu qərar ver. Yoxsa əks təqdirdə bir müddətdən sonra olduğun postda, olduğun yerdə tapdığın insanlar artıq daha önəmli sənə olardı, nəinki Allah. Onlara xoş gəlmək üçün addım atırsan, onların istəklərini reallaşdırırsan, adını da qoymusan ki, öz həyatımı yaşayıram. Vallahi sən öz həyatı yaşamırsan. Kimlərinsə məkrindəsən, hiləsində yaşayırsan. Özünü aldatmısan. Allah'a itirim təki kimlərsə itirməyim. Belə bir dənə prinsipim var. Şura 6-dır, dilvə gətirmirsən. Ona görə daim onu xatırla ki, şura 6 gəlsin, çıxsın üzə. Qalmasın batində, bətində qalmasın. Zuhur eləsin. Məsələ bu qədər əhəmiyyətlidir, ona görə bu qədər deyiblər zikr elə. Zikr elə, zikr elə. Elə belə deməyiblər sənə onu zikr elə. Onu xatırla, onu yaddan çıxartma. Əlbəttə, cavab da budur ki, sən onu başlayırsan xatırlamağa, sən belə eləlikdə o daha çox eləyir. Məsələ budur. Məqsəd o olanda, o da səni özünə çəkməyə başlayır. Sən qaçırsan, ondan çox o səni aparır. Ondan çox o səni aparır. Onun məhəbbəti sənin eşqini üstələyir. Sənin sevgin onun eşqinə yetişə bilməz. Sən cəhd edirsən, o artıq eləyir. Bu dünyada da belədir, axirət mövzularına da aiddir. Dünya üçün sən çalışsın, Allah qapılar açır. Belə deyir ki, sən əlvini olsun, nə qoysun, boş qoysun. Allah Quranda buyurur, mən kənə yuridul acilə, acilə ərəb dilinə tərcümədə, dünya. Acilə yəni tez gələn. Bir də niyə acilədir dünyanız? Tez də çıxır gedir. Qurursan, çatmısan bir zirvəyə, ləzzət almaq istəsənsə, deyirsən, bir dənə ayaqlarımı uzadım, oturum, bir də görsən Əzrail başı kəstirdi, gedirik qardaş. Hara? Ora. Haradan gəlmirsən ora. Doğrudan bizim sənə zarafatımız yoxdur ki. Acilə. Dünyanın bütün ləzzətləri elə acilədir. Bir də adam elə bilir budur ya, bundan o tərəf bir şey yox. Çatandan sonra görsən ləzzəti sürətlə hərəkət elədi, çıxdı getdi. Adi həzlərlə ali həzzin də elə fərqi budur. Bir ömür nə üçünsə ömrünü qurban verdin, ona yetişirsən, çatanda gördün ki, boşdur. Tez getdi. Ona görə qorxur da, istəmir tez itsin, bitsin, qutarsın. Bir nəfər deyir, deyir, mən bir xanımı istəyirəm, amma yaxınlaşmaq istəmirəm. Deyirəm, niyə? Deyir, qorxuram, yaxınlaşsam, o eşq əriyib çıxıb gedər. Uzaqdan uzağa istəyim ki, uzaqdan uzağa qalsın ki, onu həmişə itirməyim, daim olsun məndə. Dünya biraz belədir. Ora ilaha rəng qatmasın, o Rəbbani duz qatmasın, o deyil. O deyil. Ona görə zikrullah o duzdur. Zikrullah odur. Allah da dünyanın adını qoyub acilə. Nə qəşəng adlar seçimi. Özü yaradıb, özü bilir də nə ad qoymaq lazımdır. Bir nəfər kitab yazır, ən yaxşı o bilir də nə ad qoyum o kitaba. Düzdür? Hatta məsələn müəlliflər bilir, mənim özüm də həmişə yazanda, məsələn bitirəndə, qutaranda otururam, fikirləşirəm, ilahi nə adı, nə adı. Hələn dostlara deyirəm, siz də bir fikir deyin. Sonra görürəm, yox, özüm gəlib fikirləşim. Çünki o əhatəli ad özün daha dəqiq bilirsən. Allah əhatəli ad qoyub. Qəşəng ad qoyub. Sağlığa. Acilə. Keçək də oradan. Biz də tez keçək oradan. İlişib qalmayaq orada. Uzatmayaq söhbətimizi. Mən kənə yuridul acilə. Kim bu dünyanı istəyir? Əccəlnə ləhu fiyha ma nəşəu limən nurid. Kim istəyir dünyanı? Cavab nə deyir Rəbbəl aləm? Nə qədər istəyirəm, kimə istəyirəm o qədər.
Diqqət edin, hədləri necə qoydu? Sən çox şey istəyirsən, bildim. Amma mən nə qədər istəyirəm o qədər, kimə istəyirəm o qədər. Yaxşı, kimə verər? Başqa bir dənə, bax, mən sizə bir dəqiq söz demişdim də, hə? Ayələr bir digərini izah edir. Bu Quranın metodikasıdır, metodudur. Quran belə kitabdır. Quran belə bir kitabdır. Ayələr belə olanda sən istədiyini təhmil eləmirsən. Başa adam hərdən bəzi vaxtlar elə istəyir ki, öz düşündüyünü tapsın kitabda. Öz fikirləşdiyini görsün qarşı tərəfdə. Qarşı tərəf deyir, mən elə deyirəm, bu elə tutub, yox, sən beləsən də, bu belə görmək istəyir. Qarşı o deyir, mən belə deyiləm, niyə əl çəkmirsən ondan? Nə maraqlı insansan sən? Hələ yox, bu belədir, belə dördü, görsən, bu belə, özü də öldürdü, valla mən belə deyirəm. Qardaşlardan biri deyir, belə olanda mən axırda qaydım, nətər məsləhətdir. Nə deyim, edir buna? Nə deyim buna doğrudan da, elə tutub, elə tutduğunu. Gedin, yaxşı, sən deyəndir. Elə istənsə, elə görəm o deyil, işində o. Keçək. Keçək. Ayə nə deyir? O birisi ayə necə izah edir bu ayəni? Buyurur, mən kənə, indi gəldim, çatdım Hud surəsi. İsra surəsində o ayə. İstəsən dünya verərəm, istədiyimə müəyyən qədər. Nə verərəm, necə verərəm? Bunun yolu nədir? Deyim, mən kənə yuridul həyatət dünya və zinətəha. Dünya istəyirsən, dünyanın zinətini istəyirsən, bildim. Nuvəffi iləyhim ə'maləhum. Dünyanı nə üçün istəyirsən? Dünyanın özü üçün istəyirsən? Dünya sənin üçün yoldur, hədəfdir, onu təyin elə. Təyin elədin, hələ hədəfindir, hər şeyindir. Ona görə hər şeyindən keçərsən. Hələ dünya istəyirsən, budur. Bundan başqa bir şey deyil, düzdür, yaxşı. Nuvəffi iləyhim ə'maləhum fiha. Çalışsın, dünyayı verərəm. Tələb eləsin. İndi bəzi bilirsən, haqqı yiyib. Sən ondan istəmirsən, məsələn, dostundan, məsələn, kimdir filan kəs. Ondan istəmirsən, tələb eləmirsən, müşkül səndədir. Ya tənbəlsən, qalxmırsan, işləmirsən, o sənin müşkülündür. Sən amma səy göstərdin, çalışdın. Allah deyir, səyvün, cavabın verəcəm. Dünyada harası çatacaqsan. Amma dünya qədəri çatacaqsan. Dünyanı verəcəm. İndi maşın istəyən, onu istəyən, bunu istəyən verəcəm. Və hum fiyhə la yubxasun. Mən yox, belə heç nəyi azaltmayacam. Yəni, da sən çalışmısan, verəcəm. Amma bil, ulaikəllezine leysə ləhum fil axirəti illən-nar. Axirət yoxundur ya, çünki dünya olub sənin hədəfin, qayən, məqsədin. O olmayıb ki, da axirət məndən bir şey istəməzsən. Sən maşını özün üçün istəmirsən, bu yalnız bunun üçün. Bu olub sənin bütün arzun, zikr. Sən onu, bunu verdim də sənə, yaxşı. Da məndən orada bir şey istəmə. Xabitə ma sənəu fiyhə və batilu ma kənu ya'məlun. Orada da, orada bir yetişməyəcəksən. Yəni, konkret tərcüməsi, təxminən mənası bu. Amma Allah üçün edilən əməl necədir? Allah üçün edilən əməl nə gözəldir? Və mən əradəl axirə. Kim axirət istəyən? Bir dənə addım ata. Özü də burada fikir verin. Mən əradə, keçmiş zamanda işlənir feil. O birisində mən yuridu, davamlı istəsə dünyanı. Burada deyib, bir dənə axirət istəsən, bir addım atsın. Sə'ləha sə'yəha, çalışsın. Və huvə mümin, amma imanla, məqsədi unutmamaq şərti ilə. Deyir, o yaxşı əməl eləsən, fəuləik kənə sə'yuhum məşkura. Cavab gözəldir. Sən o yaxşı əməl və görə, dünyada yaşadığın müddət ərzində, o bir dənə yaxşı əməl və görə, məsələn, 40 il, 50 il yaşayacaqsan, 50 il o yaxşılığın cavabını verəcəm. Bu bizim Allahımızdır. Bu ayəni götür, ağlayırsan, ağla, sevinirsən, sevin, kədərlənirsən, kədərlən, hüzünlənirsən, hüzünlən, hərə bir cür qarşılayacaq. Biri deyəcək, ilahim, sən neynədin, mən neynədim. Biri sevincindən ağlayacaq, biri günahlarına görə ağlayacaq. Allahın cavabı budur, bir dənə yaxşı əməl eləmədin, 70 il yaşayacaqsan, o bir dənə yaxşı əməl və 70 il cavab verəcəm. Bu Allahımızdır bizim. Kənə səyuhum məşkura. Bizlər adətən belə olmuruq. Biz bir dənə yaxşılıq olsa bir dəfə. O zağı 2, 3, işindən məşğul. Sağ ol, da eləmişəm də 3 dəfə. Allah deyib, 70 il o yaxşılığın cavabını verəcəm. Xalis saxlasın əməlimi.
Bir dənə mötərizatçı icazənlə. O yaxşı əməli qoruyub saxlamağın da şərtdir. Yaxşı əməl eləməmsən, o ki başladın minnət qoymağa, sonra əziyyət verməyə insanlara, sonra riyakarlıq eləməyə, orada burada danışmağa, ondan sonra kimdənsə nəsə ummağa, mən bunu elədim, o da yaxşı əməlini itəcək. Daha Allah da o yaxşı əməl ortada yoxdur ki, 70 ildə sənə o əməl və baxsın, cavab versin. İtirdin 70 illik rəhmət olan o, oradan ki rəhmət süzüləcəkdi, onu itirdin. Ona nə deyib, mənə ixlaslı ol. Xalis saxla əməlivi. İtirdin. Bərəkət ki gələcəkdi oradan, bərəkətin qapısını bağladın. Bağlamıyordun, qardaşım. Deyib, bağladın. Bağlamıyordun da. Allah belə Allahdır. Allah bu cür nədir? Sizə bir dənə ayə deyirəm, 2-ci ayə. Allah bir qövmdən danışır, ora peyğəmbər göndərir, onlara öz mərhəmətini nazil eləyir. Ondan sonra deyir, sən niyə bu rəhmətin, mərhəmətin, məhəbbətimi nazil elədim? Zurriyyətə mən həməlnə mə'nuh innəhu kənə abdən şəkura. Deyir, siz bir qövm olaraq, o qövmsüz ki, Nuh peyğəmbərlə o gəmiyə minənlər var, ha? Qərq olmayanlar. O gəmiyə minənlərin, Nuhun yanında olanların nəslindən söz. Çünki bu nəsildən söz, o nəsillə Nuhun yanında möhkəmdə yandı, Nuhla birgə oldu. Nuh da elə bir şəxsiyyətdir ki, kənə əbdən şəkura, mənim şükr eləyən bəndəm olduğuna görə, ona ilə bağlı kimsə var, o ölüb gedib Nuh, ona ilə bağlı olanların nəslini də yaddan çıxartmamışam. Mən belə Allaham. O bizim Allahımızdır. Allahu Ekber. Sən o kəsin nəslindənsən ki, o kəs Nuhdan oturub durub. Nuh'a sadiq olub. Nuh kimdir? Şəkur idi, şükr eləyən idi, təşəkkür eləyəndir. Nuhun bu yaxşılığın əsrlər keçib unutmamışam. Yəni, mövzum dəyişildi. Biraz öncə deyirdim, sənin bir yaxşılığın cavabını Allah 70 il verər. İndi sənə deyirəm, əsrlərlə verər. Allahu Allahdır. Bu əxlaqlanan insan. İbrahimdən də bir dənə misal çəkim sizə. Quran nə gözəl kitabdır. Nə gözəl kitabdır. Hərdən adam ürəyi danışır, bağışlayın. Bu mənim ürəyimin sözü idi, dilimə gəldi. Adam hərdən idişir qalır bu ayələr. Nə gözəl kitabdır bu kitab elə. İbrahim peyğəmbərin yanına gəlirlər. İzə dəxəlu aleyhi fəqalu səlamən. İbrahimə salam verdilər. Fəqalu səlamən burada feildir. Yəni bir dənə salam verdilər. Fəqalə səlamun. İbrahim də cavab verdi. Onlar səlamən dedi, feil idi. İbrahim dedi, fəqal salamun, yəni salamun aleykum. Bu səlaməndən, salamun aleykumun bu ayədə mənası nədir? Müfəssir buyurur, bu mənası budur. Onlar bir dəfə salam verdi, İbrahim qayıtdı, həmişə sizə salam olsun. Siz mənə bir dəfə salam verdiniz, mən deyirəm sizə, həmişə salam olsun. Siz Allah vəlisinə bir dəfə salam verdiniz, Allah vəlisi deyir, həmişə sənə salam olsun. Özdə bu söz deyil, bu mənadır, həqiqətdir. Salam olsun, elə doğrudan salamatlıq da sənə nazil oldu. Nazil olur. O rəhmət sənə süzülür. Bir ömür sənə süzülür. Allah dostu sənə desə salamun aleykum budur. Bir ömür sizə salam olsun. Niyə belə elədi? Çünki Allahın əxlaqı ilə əxlaqlanıb. Allah belədir də bir dənə yaxşılığın cavabını bu cürünə verir. O da Allahın peyğəmbəri daxı. Kamil insandır. O da belə cavab verir. Deyirlər bizə belə olun. Mən oradan çıxım. Gəldim, çatdım bu yerə ki, Allah bu xüsusiyyətdədir. Siz onu xatırlasınız, o sizi çox xatırlayar. Bu bir. Zikrin sənə xeyri var, mənə xeyri var. Bu iki. Zikrin yalnız sənin ruhuva yox, zikr elədiyin ev ki var, o evin daşlarına belə təsiri var. Deyə bildim sənə? O gecə ki qalxırsan, münacat edirsən, əl-əf deyirsən, o evin daşlarına da təsiri var. Niyə deyiblər məsciddə dua eləsən, Allah evində dua eləsən, tez qəbul olur? Niyə? Çünki o məkanda Allah dostları o qədər zikr eləyib ki, sanki o daşlar da olub rəhmət, o yer də olub mərhəmət, o məkan da olub Allahın lütfi.
bütün elə bil ya daş, yer, o divar hamısı birləşib sənin duavı səmaya qaldırmaq istəyir, ərşə çatdırmaq istəyir. Ayə deyim. Fi buyutin, bəzi evlər var. Əzinallah, Allah izin verdi o evlərə. Ən turfəə, o evlər ucalsın, uca evlər olsun. Adi evlərdən deyil, ərşi evlərdəndir. Ali evdir. Bəlkə də daxmadır, amma uca evdir. Bəlkə də görünmür, elə küncdə bucaqdadır, amma mələikə o evi görür. Ərşdən o ev qəşəng görünür. Kim hardan baxır? Deyir, o evləri uca qərar vermişəm. Niyə ya Rəbbəl aləmin ayədir? Yuzkərə fiyhə ismuhu. Çünki o evdə Allahın adı çəkilir. Münacat var, zikir var. Yusabbih ləhu fiyhə bil-ğuduvvi vəl-asal. Gecə gündüz orada Subhanallah deyilir, zikir deyilir. Yəni lazım bütün gün zikr eləyəsənə, yəni o əməlləri də Subhanallah deyir, davranışı da Subhanallah deyir, evdə o hər şey Allahı xatırladır, hər şey. Hara baxsan Allah yada düşür. Züleyxa üçün deyirləri, evində olan əşyaların bütün adını qoymuşdu Yusif. Ki, baxanda Yusif yada düşsün. İndi o haram eşqlə çatmaq istədi. Haram eşqlə də Yusifə yetişməzsən. 2 dənə məhəbbət idi də. Biri Yaqubun sevgisi idi. Biri Züleyxanın eşqi idi. Yaqub düz xətlə getdi. Züleyxa yanlış xətlə getdi. Züleyxa yetişə bilməzdi yanlış xətlə. Sonradan çatdı, çünki yolun dəyişdi. Haram sevgi ilə yetişə bilməzsən bir yerə. Özünü aldatma. Bu özü bir dənə hekayədir, mövzumu deyil. Qalsın. Bəlkə də bəzi indi qulaqsa deyərdi, kaş bunu danışırdım, qalsın. Başqa vaxt danışaram. Amma niyə o ev bu qədər əzəmətlidir? Çünki orada zikirlər olunub. Allah zikr edib. Allahın adı zikr olunub. Gəldilər, sual verdilər ki, ya Rasulallah, bəli, o hansı evlərdir, ya Rasulallah? Eyyu buyutin hazihi. Qal buyutul ənbiya. Peyğəmbər, misal, Peyğəmbərlərin evi. Buyurdu ki, orada bir nəfər fəqamə ileyhi Əbu Bəkir fəqalə ya Rasulallah hazəl beytu minha. Birinci xəlifə qalxdı və əşərə ilə beyti Aliyyin və Fatimə. Uzatdı əlini Əmirül Möminə Həzrət Zəhra evinə. Birinci xəlifə dedi, ya Rasulallah, bu ev də o evdəndir. Bu ev o evlərin siyahisindədir. Fi buyutin əzinəllah, Allahın uca evləri o siyahidədir. Dedi ki, qalə nəəm, bəli. Min əfəzəliha, onların ən üstünüdür. Ən üstünüdür, bilmək istəyirsən sən. Yaxşı. Niyə? Çünki orada Zəhra xanımın zikirləri var. Niyə? Çünki orada Əmir-i Möminin gecə namazları var. Bir ev ki, Həsən, Hüseyin, Əmir-ül Mömin, Həzrət Zəhra, orada olan zikirlər, o evi neyini? Fi buyutin əzinəllah. Ona görə yerlərdir ki, hep ziyarət eləməyin. Niyə deyil o ziyarət elə? Çünki uca evlərdir, uca məkanlardır. Orada dualar daha tez eşidilir. Çünki orada olan o səslər, o sözlər, o daşına qədər, divarına qədər təsirləyib. Bax belə. Yaxşı. Yekunlaşdıran da bu mövzunu. Zikrin sənə 2 dənə faydasını deyim, qısa. Bitirim, mənə də dua elə, mən də sənə dua eləyim. Da gələn cümlə yeni bir mövzu başlayaram. Mən zəkərəllah subhanəh, əhyəllah qəlbəh. Kim Allahı zikirləsə, Allah qəlbini ehya eləyər, dirildər. Və nəvvərə əqləhu və lubbəhu. Ağlını da neyniyər? Nurani eləyər. Əqli də nuraniləşər, qəlbi də dirilər. Ağıl və qəlb. Elə ki, əql nurani oldu, haqla batili görərsən, qəlbin ki, ehya oldu, ya Allah'da, bunun o tərəfə neysin? Mən əmərə qalbəhu biz davamiz zikri. Kim davamlı zikr eləsə, Allahı unutmasa, həsunət əf'aluhu fi sirri vəl cəhri. Yaxşı, get-gedə
əməlləri də dəyişilər. Zikrullah sənin batinvi, zahirvi də dəyişər. Gizlinvi də dəyişər, aşkarvi də dəyişər. Zikrin xüsusiyyəti budur. Xülasə, yaxşı mövzu idi münacat. Allah bizi o münacatsız qərar verməsin. Zikrin faydalarını dedim, münacatın xeyirlərini dedim. Əvvəldən 12 dənə silsiləvi çıxış oldu. İnşallah əvvəldən axıra qədər qulaq asırsınız, faydasını da görərsiniz. Allah sizləri qorusun, Allahın amanında qalın. Allahumma inna nəsəluk və nəd'uk bismikəl əzizəl əzəm, əl-əcəl əl-əkrəm. İlahi sənad verəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti. Bu əllər ki, sən dərgahıva qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zuhurun təcili. Allah bağışlamamış bizi o dünyadan aparma. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyə bizlərə nəsib elə. İlahi, ekran qarşısına əyləşən qardaşlarım, xanımlar var. Onların da dualarını onlardan qəbul elə. İlahi, bizi öz başımıza buraxma. İlahi, bizim nəfsin əsarətində olanlardan qərar vermə. Şeytanın şərrindən, vəsvəsələrindən bizlərə uzaq qərar ver. Gizlində, aşkarda elədiyimiz günahlarımızı bağışla. Dualarımızı həbs edən günahlarımızı bağışla. İlahi, münacatı əlimizdən alan günahlarımızı bağışla. Xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi, şəhidlərimizi Kərbəla şəhidlərinə məşhur elə. Onların yaxınları, övladları, qəlblərinə hüzur və aramlıq nazil elə. Peyğəmbər və əhl-i beytinə salvat zikirlər. Allahümme sallallahu